nizv olub. Və belə ilə Fərid Hacıyevin işarəsi ilə Sabah Qəbələ maçı başlayır. Balua dönməyi bacardı. Baluadan ötürmə. Massumo cəbə meydançasında Massumo! Və top tirin üstündən keçir. Çox sürətli bir hücum. Domi Massumo. Müdafiəçilərin arxasına sürətlə şığıdı. Qapıçının da başı üzərindən topu tora qovuşturmağa çalışdı. Amma dəqiqlik çatışmadı, fikir verin. Bax bu futbolçu. Ötürməyə qapı qarşısına Səlahat Ağayev çıxışda səhv edir və top dirəyin yanından keçir. İzini təkrarı ötürmədə çox yaxşı alınmışdı. Solve bu epizodda vaxtı gətirmir. Sabahın mərkəz müdafiəçisinin. Səlahat Ağayev isə çıxışda inamsız oynamışdı. Ələ keçirmək, davam etdirmək hücumu mümkün olmadı. Yenə sağcına. Jondo ötürmə qapı qarşısına. Ovosu cərmə meydançasında. Ovosu döndü, indirdi zərbəni. Çərçivəyə düşmür. Cərmə meydançası həndəvəri və daxilində Qəbələ futbolçularının növbəti təhlükəli reydini izlədik. Amma çərçivəyə düşə bilmədi Qəbələnin 30 nömrəsi. Küncdən zərbə. Puxat ötürmə qapı qarşısına. Boşla zərbə Steve Solve! Steve Solve! İkinci cəhdində fərqlənir 28-ci dəqiqə. Sabahın mərkəz müdafiəçisi. Sabah Qəbələ görüşündə hesabçılar Steve Solve. Başla topu Qəbələnin qapısından bax belə keçirir. Meydandakı güman ki ən hündür futbolçulardan biridir Steve Solve. Bax burada o nəzarətsiz qaldı və dəqiq oynayır başla. Steve Solve, Isaac Amoa. Ona qarşı mübarizə aparmalı olan müdafiəçi isə gecikmişdi, şübhəsiz gecikmişdi. Və nəticədə Solve'nin baş zərbəsi dəqiq olur. Maloda çox yaxşı irəlilədi, topu yaxşı saxladı özündə ötürmə sol cinaha. Timotej Puxat ötürmə qapı qarşısında. Velkosimic saxlamadan zərbə! Top dirəyin yanından keçir. Mükəmməl hücum nömrəsi izlədik Sabahdan. İzdirik təkrarı. Baxın, bu da həmin epizod. Damadayev mövqe səhv etdi və Velkosimic 45-ci dəqiqə başlayır. Balua bir boşa zərbə idi bu hətta. Orada Xaymenin ora çatması olduqca inamlı bir hərəkət idi. Burada isə Vəlid çatmadı. Nicat dərhal Maluda geriyə çəkilir. Massumu ötürmək. Ovosu geriyə oynayır. İşkin Əhmədov qüvvətli zərbə. Top dirəyin yanından keçir. Bu zərbə zamanı çətin vəziyyətdə idi amma top çərçivədən yan keçir. Bu da təkrar. Eşqinin qüvvətli zərbəsinin təkrarını bir daha izləyirik. Ovosu. Nicat keçdi rəqibini. Nicat Əliyev ötürmə qapı qarşısına. Yaxşı ötürmə zərbə gəlir Pokatilov. İzdirik təkrarı. Domi Massumo'nun zərbəsi Pokatilov'un seyvi. Sekidika. Və seyv Səlahat Ağayev. Daha bir iki gözəl hərəkət cəvizlədik. İzdirik təkrarı. Bax bu da həmin epizod. Jesse Sekidika'dan zərbə. Səlahat Ağayevdən seyv. Küncdən zərbə yerinə yetiriləcək. Timotej Puxat ötürmədə səhv edir və mövqeyini də itirir, fikir verin. Ara ötürməsi sol cinaha. Jesse Sekidika çəkdi sol ayağına. Sekidika topu qapının üstündən vurur. İti bucaqdan. Son cəhdlərdən biridir bu ötürmə qapı qarşısında. Başla zərbə və görün nəyi qaçırır Qəbələ komandası. Özdə illərin təcrübəsi. Murad Musayev. Bu real gol şansıydı. Bəlkə də Qəbələnin son imkanıydı. Baxın, bu da təkrar. Murad Musayev bu epizodda sadəcə
dəqiq baş zərbəsi endirməli idi o. Spakatilov. Rəhman. Xəyal. İndi isə əks hücum Aleksey İsayev baxır qapıya. Ötürmə qapı qarşısına. Zərbə və mükəmməl oynayan Səlahattin bu dəfə. Alekseydən əl ötürmə. Anatoli'dən zərbə. Artıq artırılan o 4 dəqiqədə bitib. Və Fərid Hacıyev qarşılaşmanı başa çatdırır əziz tamaşaçılar.